Hörmətli dinləyicilər, Müdafiə Nazirliyinin mətbu orqanı olan Azərbaycan Ordusu qəzetinin ölkəmizin mətbuat səhnəsində 34 ili tamam oldu. 34 yaşı tamam olan Azərbaycan Ordusu qəzeti ölkəmizin mətbuat məkanında hər zaman özünə layiqli yer tutub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra ilk hərbi mətbuat orqanı kimi Xalq Ordusu adı ilə 1992-ci il fevralın 11-də çap olunmağa başlayıb. Azərbaycan ordusunun şəxsi heyətinin mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə saxlanılmasında, müharibə həqiqətlərinin operativ qaydada ictimaiyyətə çatdırılmasında qəzetin xüsusi rolu var. Azərbaycan ordusu qəzeti yarandığı gündən cəbhədə baş verən hadisələr barədə operativ məlumatlar yayıb. 2020-ci il sentyabrın 27-sində Ermənistan silahlı qüvvələrinin cəbhə boyu geniş miqyaslı təxribatlarına cavab olaraq başlayan 44 günlük vətən müharibəsi Azərbaycan Ordusu qəzetinin də tarixində mühüm mərhələ oldu. Qəzetin əməkdaşları döyüşlərin getdiyi bütün istiqamətlərdə "Sən qalib gələcəksən", "Qalibiyyət döyüşü" və "Qələbə uğrunda" adları altında gündəlik səyyar qəzetlərin hazırlanmasına və çap olunmasına cəlb ediliblər. Vətən müharibəsində qazanılan zəfərdən sonra Azərbaycan Ordusu qəzetinin bir qrup əməkdaşı Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə hərbi xidmətlərə görə medalına və Müdafiə Nazirinin hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalına layiq görülüb. Əziz dinləyicilər, biz də Ordunun Səsi Radiosunun əməkdaşları adından onların təbirincə desək, Ordu qəzetinin kollektivini bu mətbu orqanın 34 yaşının tamam olması münasibətilə təbrik eləyir, işlərində uğurlar arzuluyuruq. Efirimizdə səslənəcək növbəti mahnı da məhz Azərbaycan Ordusu qəzetinin kollektivinə ərmağan olunur. Bir daha əziz həmkarlar, sizi radiomuzun efirindən təbrik edirik. Alqış sənə Azərbaycan mahnısı sizin şərəfinizə səslənir.